Bakı Dövlət Universitetində akademik dövlət mükafatı laureatı, əməkdar elm xadimi Bəhram Əskərovun 80 illik yubileyi, elmi pedaqoji və ictimai fəaliyyətinin isə 55 illik münasibətilə tədbir keçirilib. Tədbirdə alimin Azərbaycan elminə verdiyi töhfələrdən danışılıb. Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, şöhrət ordenli Bəhram Əskərov bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr verib və bu sayda böyük elmi məktəbin yaradıcısıdır. Bu fikirlər yubileyarın 80 illiyi və elmi pedaqoji və ictimai fəaliyyətin 55 illik münasibətilə keçirilən tədbirdə səsləndi. Bakı Dövlət Universitetinin rektoru, akademik Qabil Məhərrəmov alimin zəngin və mənalı ömür yolundan danışdı. Bildirdi ki, akademikin elmi araşdırmaları nəinki respublikamızda, eləcə də dünyanın ən nüfuzlu elm mərkəzlərində yüksək qiymətləndirilir. Universitetin Fizika Fakültəsinin dekanı Məmməd Əli Ramazanov da bildirdi ki, fizika sahəsində əsasən də bərk cisimlər nəzəriyyəsində bir sıra kəşflər edən dünya şöhrətli alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, dəyərli elmi vəsait kimi istifadə olunur. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziya Səməzadə isə görkəmli alimin həyatı və elmi fəaliyyətindən danışdı. Qeyd etdi ki, bərk cisimlər nəzəriyyəsinə töhfələr verən Bəhram Əskərov gərgin və prinsipial elmi axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifinə çevrilib. Tədbirdə çıxış edən digər alimlər və ziyalılar da vurğuladılar ki, mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Bəhram Əskərov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri ilə, tədqiqatçılıq əzmi ilə fərqlənir. O, ziyalı üçün səciyyəvi olan bütün xüsusiyyətləri xarakterində cəmləşdirib. Ümumilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin alimə verdikləri yüksək qiymət də xüsusi vurğulandı. Sonra Bəhram Əskərova Bakı Dövlət Universitetinin fəxri diplomu və medal təqdim edildi. Tədbir bədii hissə ilə davam etdi. Xalq artisti Alim Qasımov bir-birindən gözəl muğamlar səsləndirdi. Tural Qurbanov, Faiq Məstanov, xəbərlər.